Türkiyənin Kahramanmaraş vilayətində salınan Azərbaycan məhəlləsində 2, 3 və 4 otaqlı 1194 mənzilli 68 yaşayış binasının tikintisi başa çatıb. Həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi 4 yaşayış kvartalının, ibtidai məktəb və uşaq bağçasının tikintisini tamamlayıb. Ümumi ərazisi təxminən 28 hektar təşkil edən layihə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Binalardakı 1595 qeyri-yaşayış obyektləri məhəllə sakinləri üçün iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Ötən ilin iyun ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan məhəlləsinin açılış mərasimi keçirildi. Bəzi mənzillərin aşağıları sahiblərinə verildi. Daha sonra ölkə başçıları yeni inşa olunmuş mənzillərlə baxış keçirdilər və Heydər Əliyev adlı İbtidai məktəb uşaq bağçasında yaradılmış şəraitlə tanış oldular. Bu 4 kvartalda yerləşən 26 bina, ümumilikdə 456 mənzil və 328 qeyri-yaşayış obyektindən ibarətdir və bütün binalar 4 mərtəbəlidir. Və sonda onu da qeyd edeyim ki, Azərbaycan məhəlləsində yerləşən Heydər Əliyev adına mədəniyyət mərkəzinin tikintisinin 1 il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. Xatırladaq ki, 2023-cü il fevralın 5-dən 6-sına keçən gecə Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə 2 zəlzələ olub. Ölkənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbəkir, Şanlıurfa rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr dağılıb. Əsrin fəlakəti adını alan zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Türkiyəyə axtarış xilas etmə, şəxslərə humanitar yardımın göstərilməsi və digər məqsədlərlə qardaş əli uzadıb. Bunun ardınca Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək göstərilib və bu layihə ümumilikdə Azərbaycan məhəlləsi adlandırılıb. 2023-cü ilin aprelində Türkiyədə keçirilən Texnofest festivalı çərçivəsində məhəllədə Heydər Əliyev adlı ibtidai məktəb və uşaq bağçasının təməli qoyulub. Həmin ilin sentyabrında isə yaşayış binalarının, mədəniyyət mərkəzinin, ibtidai məktəb və uşaq bağçasının tikilməsi haqqında əməkdaşlıq sazişi imzalanıb. Qeyd edək ki, Heydər Əliyev adına məktəb 2024-cü ildə fəaliyyətə başlayıb. Məktəbdə 20 ibtidai sinif otağı və 3 uşaq bağçası otağı yerləşir. Bundan əlavə, məktəbdə tədris prosesinə dəstək üçün 5 emalatxana yerləşir ki, bu emalatxanalar lazımi ləvazimatlarla təchiz edilib. Əlavə, kitabxana və digər tədris üçün dəstək otaqları da mövcuddur.